TRIP üçün ABŞ-la fəal danışıqlar aparırıq, Paşinyan. Ermənistan-Tramp marşrutu TRIP layihəsinin həyata keçirilməsi üçün ABŞ-la fəal danışıqlar aparır. Axar az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Qasım-Comart Tokayevlə görüşdən sonra mətbuat konfransında deyib. O qeyd edib ki, layihənin həyata keçirilməsi Ermənistan və Qazaxıstan arasında ikitərəfli iqtisadi əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, həmçinin həm Ermənistanın, həm də Qazaxıstanın ixrac potensialını artıracaq. Ukraynaya qarşı sülh planı, Tramp Putindən nə qopardı? ABŞ-ın Ukrayna ilə bağlı Rusiyanın xeyrinə olan sülh planı Moskvaya qarşı sanksiya tələb edən Tramp mövqeyini niyə dəyişdi sualına cavab axtarışı zərurətini yaradır. Ümumiyyətlə Tramp mövqeyini dəyişibmi? Ağ Evə gəlişindən sonra Ukrayna müharibəsini Rusiyanın tələbləri çərçivəsində bitirmək istəyən Trampın zaman-zaman tərəzinin ya Kiyev, ya Moskva gözünə ağırlıq verməsi müşahidə olunub. Sonuncu dəfə bu, Qəzza sülh sammitindən sonra baş verdi. Putinlə əlaqə saxlayan ABŞ prezidenti ardınca Rusiyanı antisülh mövqeyinə görə ittiham edərək, Budapeşt görüşünü ləğv etdi və müharibənin başlanmasından sonra gözlənilən enerji sanksiyalarını tətbiq etdi. Bu, Rusiyanı tam geri çəkilməyə yetərli olmasa belə ABŞ-ın Ukrayna cəbhəsindən çıxış edəcəyinin anonsu kimi görünürdü. Hərçənd o zaman da Kremlin maksimalist tələblərindən geri çəkilməyəcəyini bilən Ağ Evin enerji sanksiyalarının iki mümkün hədəfini qeyd etmək olar. 1. Neft bazarında qiymətlərin tənzimlənməsi, sanksiyaların bazarda ABŞ-ın mövqelərini yaxşılaşdıracağı gözlənilir. 2. Rusiyanı təsir zonalarından Çinə qarşı geosiyasi həmlələrində istifadə edilməsinə razı salmaq. Ukrayna müharibəsinin geosiyasi hədəfində Çinin olması fonunda prosesin məntiqi sonluğa yaxınlaşdığı görünür. Pekinlə rəqabətdə orta dəhlizi nəzarətə götürmək istəyən Vaşinqton buna nail olmaq istiqamətində irəliləyir. Vaşinqton anlaşması ilə ABŞ Zəngəzur dəhlizinə, orta dəhlizin mərkəzi hab olan Cənubi Qafqaza yerləşir. C5-1 formatında atılan addımlar ABŞ üçün Mərkəzi Asiya qapılarını açır. Qazaxıstanın İbrahim razılaşmalarına qoşulması, Azərbaycanın iştirakı ilə C6-1 formatının qurulması perspektivi orta dəhlizdə ABŞ-ın moderatorluğunu yaradır. Bu coğrafiyada ABŞ-ın önə çıxması qarşısında loyallıq sərgiləyən Rusiya əvəzini Ukraynada münasib anlaşma ilə alır. Vaşinqton bununla həm Moskva-Pekin ittifaqını zəiflədir, həm istədiklərinin müəyyən qismini verərək Rusiya üzərində təsirini gücləndirir, həm də orta dəhlizin Avropaya çıxışında, Qara Dəniz bölgəsində nəzarətçi funksiyasını qazanır. Bu kontekstdə 28 bəndlik sülh planının əsas qazanan tərəfi ABŞ-dır. Zelenski xalqa müraciət etdi. Ukrayna çox çətin seçim qarşısındadır. Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin sülh planı ilə əlaqədar bütün Ukraynalılara müraciət edib. Oxu az bu barədə RBK Ukrayna agentliyinə istinadən xəbər verir. Onun sözlərinə görə hazırda ölkə çox çətin seçim qarşısında ola bilər. Hazırda tariximizin ən ağır məqamlarından biridir. Ukrayna üzərindəki təzyiq ən ağırlardan biridir. Ukrayna çox çətin seçim qarşısında ola bilər, ya ləyaqətin itirilməsi, ya da əsas tərəfdaşın itirilməsi riski. Zelenski seçim barədə danışaraq vurğulayıb ki, onlar arasında ya çətin 28 bənd, ya son dərəcə ağır qış, ən ağır və sonraki risklər yer alır. O, bu suala cavabını artıq 20 may 2019-cu ildə Ukraynaya sədaqət andı içəndə ölkənin suverenliyini və müstəqilliyini qorumağı, vətəndaşların hüquq və azadlıqlarını müdafiə etməyi öhdəsinə götürdüyü zaman verdiyini bildirib. Ukrayna lideri ABŞ ilə həll yolları axtaracağını elan edib və qeyd edib ki, alternativlər təklif edəcək.